Oğluma evlənməyə qız tapa bilmirəm və ya evlənməyə qız yoxdur kimi sözləri son zamanlar tez-tez eşidirik. Gəlin yerli sakinlərin fikrini birlikdə öyrənək. Sizcə buna səbəb nədir? Xanımlar nəyə görə evlənmək istəmirlər? Məncə son zamanlarda artan qadın cinayətlərinə görə hər mənada, hər məsuliyyət qadının üstünə düşür deyə istər cinayət, zorakılıq, maddi mənəvi, şəxsi azadlıq, yəni qadın çox şeydən məhrum olur. Çünki evlilikdə qadının şəxsi azadlığı daha çox məhdudlanır. Yəni kişi üçün demək olar subaylıqla evlilik çox da fərqlənmir, amma qadınlar üçün yəni çox böyük fərq var. Bir də yəni bizim mentalitet qadının üstünə daha çox məsuliyyəti salır. Yəni ona görə də qadınlar həm sonradan dəyişməklərindən qorxurlar, daha sonra ayrıla bilmək də problemdir. Yəni şiddətdən, zorakılıqdan, yəni ona görə qorxduqları üçün evlənmək istəmirlər. Məncə bir çox qadınlar bir çox kişilərə güvənə bilmirlər ki, maddiyyatı onlar yəni özlərinə götürə bilmirlər. Ona görə ən başlıca səbəblərdən biri də budur. Öz ayaqları üzərində durmağı artıq bacarmağa başlayırlar və ona görə də özlərinə də belə loru dildə sərf eləmir. Ona görə Gender bərabərliyi adı altında yaradılan bu düşüncə deyək, qadınları bundan biraz tərəddüdlü yanaşdırır. Ona görə də çoxu istəmir. Dövrdə qadınların çoxusu karyera falan düşünürlər. Ona görə yəni. Başqa nəyə əsas gətirərdiniz? Yəni təhsillər onlar üçün daha önəmlidir məncə.